Müdavimlər və abituriyentlər, bu dəfə biz sizlər üçün Səməd Behrənginin Balaca Qara Balıq hekayəsini təhlil edəcəyik. Onlayn dərslərimizə qoşulmaq üçün 051 399 64 nömrəsinə WhatsApp üzərindən yazaraq onlayn dərslərimizə qoşula bilərsiniz. İlk öncə videomuza keçməzdən əvvəl kanala abunə olursunuz və hansı əsərin təhlil olmasını istəyirsinizsə şərh bölməsinə yazaraq bildirə bilərsiniz. Deməli, Balaca Qara Balıq hekayəsini biz ixtisarla verilib bizim üçün. Yəni ki, biz əsərin sadəcə bir qismini deməli təhlil edəcəyik. Baxaq görək müəllif bu əsərlə bizə nəyi çatdırmaq istəmişdir. Deyir ki, çillə axşamı idi. Çillə nə demək? Qışda olur çillə, yəni bu böyük çillə deyirlər, kiçik çillə deyirlər. Yəni bunlar qışda 2 ay müddətində olan bir dönəmdir. Deməli, deyir, çillə axşamı idi. Qoca balıq dənizin dibində 12.000 nəvə nəticəsini ətrafına yığıb nağıl deyirdi. Bax, burada hadisələr nə zaman baş verir? Çillə axşamı. Çillə axşamı baş verir. Nağıl danışan kim idi bəs? Qoca balıq idi. Qoca balıq deyir dənizin dibində özə kimlərə danışırdı? 12.000 nəvəsinə, nəvə nəticəsinə danışırdı. Biri var idi, biri yox idi. Baxaq görək qoca balıq nələr danışır. Danışan qoca balıqda, dinləyənlər isə onun nəvə nəticələridir. Biri var idi, biri yox idi. Bir balaca qara balıq var idi. Bu balaca qara balıq anası ilə bərabər kiçik bir arxda yaşayırdı. Balaca qara balıq kimlə yaşayırdı? Anası ilə, özü də harada? Arxda yaşayırdı. Arx, yəni ensiz uzunluğu da bir o qədər böyük olmayan, deməli, suyun axdığı, əsasən kənd yerlərində olur da bu, ki, arx keçirdi, deməli, arxda yaşayırdı. Arxın suyu sal qayalardan çıxıb dərənin dərinliyinə axırdı. Bu arxın suyu hara axırdı? Sal qayalardan çıxıb dərənin dərinliyinə axırdı. Ana və bala səhərdən axşama qədər bir-birinin dalına düşüb üzür, hərdən başqa balıqlara qoşulub sürətlə balaca bir yerdə gəzişir və geri qayıdırdılar. Deməli, ana bala səhərdən çıxırdılar, bir-birinin arxasına düşə-düşə gedirdilər haraya? Başqa balıqlara, bəzən də başqa balıqlara qoşulub sürətlə, deməli, balaca bir yerdə gəzişir və geri qayıdırdılar. Bunların gəzişdiyi yer arxın olduğu ərazidir. Başqa kənar bir yerə çıxmırdılar bunlar. Balaca qara balıq anasının yeganə övladı idi. Deməli, burada qara balıq anasının yeganə övladı idi. Azadda da Azad yeganə övladı idi. Anasının yeganə övladı idi. Hətta, deməli, yoldaşı vəfat edəndə, deməli, həmin belə deyək, Azad doğulmamışdan 2 ay əvvəl atası vəfat eləmişdi və bu qadın gözünü övladına, yeganə övladına tikmişdi. Atasının, qardaşının hər birisinin yerinə övladını qoymuşdu. Burada da qara balıq anasının yeganə övladıdır. Əsərlərlə bunu ortaq götürə bilərik. Beləcə, təmizləyək buranı. Baxaq, deyir, bir neçə gün idi ki, balaca qara balıq dalğın fikirli görünür, çox az danışırdı. Deməli, qara balıq neçə gün idi ki, fikirli görünür, çox az danışırdı. Bax, görək, nəyə görə? Bunun səbəbi nəymiş? Demə, balaca balığın dərdi var imiş. Bunun belə bikef olmasının bir səbəbi var imiş, o da onun dərdinin olması idi. Və bir gün səhər tezdən günəş doğmamış, yəni hələ günəş çıxmamış, balaca balıq anasını yuxudan oyadır. Anası oyanmır, özü yuxudan oyadır, deyir. Anacan, sənə bir neçə kəlmə sözüm var. Deyir ki, sənə bir neçə kəlmə söz deyəcəyəm. O da deyir ki, anası buna, sən də vaxt tapdın danışmağa. Danışmağı sonraya saxla. Yaxşı olar ki, gəzməyə çıxaq, deyir. Sonra danışarıq, gəlindi gəzməyə çıxaq. Ana balıq gözlərini ovuşturdu və əsnədi. Yox, anacan, mən daha belə gəzməyi istəmirəm. Belə gəzmək deyəndə o arx boyu, yəni arxın ərazisində gəzmək istəmirdi. O kənar yer görmək istəyirdi. İndi bunu deməli, irəliləyən zamanda görəcəyik. Deyir ki, yox anacan, mən belə gəzməyi istəmirəm. Gərək buradan gedəm. Deyir ki, mən buradan getmək istəyirəm. O anasına etirazını bildi. Anası heyrətlə ona baxıb soruşur. Doğrudan getmək istəyirsən? Bəli, anacan, hökmən getməliyim. Hökmən, yəni mənim buradan getməyim çox vacibdir. Baxaq görək. Deməli, axı, ala qaranlıqda hara getmək istəyirsən? Ana deyir ki, yəni hələ səhər tam açılmayıbsa da, sən hara getmək istəyirsən? İstəyirəm, gedim görüm, arx harada qurtarır.
qara balığın istəyi nə idi? O arxın harada qurtardığını bilmək istəyirdi. Belə qərara gəlmişəm ki, özüm gedim arxın qurtaracağını tapım. Yəni bilmək istəyirəm başqa yerlərdə nə var, nə yox. Yəni qara balıq olduğu, gördüyü ərazi ilə qənaətlənmək istəmir. O gedib baxmaq istəyir ki, arxın sonu hardadır? Harada qurtarır bu arx? Və bundan əlavə də başqa yerlər görmək istəyir. Anası deyir, mən də uşaq olanda belə fikirlərə düşmüşəm, balacam. Arxın nə əvvəli var, nə də axırı. Deyir ki, mən də uşaq olanda bu ana ilə bax balığın ortaq cəhəti odur ki, o da uşaq olanda bu fikirlərə gəlmişdi. Lakin ana fikrindən daşınır, qara balıq daşınmır. O qətiyyətlidir. Deyir ki, mən də uşaq olanda belə fikirlərə düşmüşəm, balacam. Arxın nə əvvəli var, nə axırı. Elə gördüyün nə varsa odur. Arx həmişə axır və qurtarmır. Aha, qara balıq deyir ki, yox anacan, mən belə gəzintidən yorulmuşam. Buradan uzaqlaşmaq və başqa yerlərdə nələr olduğunu bilmək istəyirəm. Aha, bilmək istəyirəm, görüm həyat elə aha, deyir ki, bilmək istəyirəm, elə görüm həyat elə bir qarış yerdə o yan bu yana gedib qayıtmaqdanmı, qocalıb heç nə görməməkdənmi ibarətdir, yoxsa başqa dünya da mövcuddur. Görürsünüz, burada balaca qara balığın fikirlərini siz. O deyir ki, yəni bilmək istəyirəm ki, görüm həyat sadəcə buradan ibarətdir, yoxsa başqa yerlərdə mi var? Anası deyir, balaca, dəli olmusan? Dünya, o başqa dünya nə deməkdir? Dünya elə həmin dünyadır ki, biz yaşayırıq. Həyatdakı gördüyün yaşayışdan ibarətdir. Ana deyir ki, həyat sadəcə buradan ibarətdir. Yəni bu kiçik arxdan ibarətdir. Lakin qara balıq deyir ki, mən gedib görmək istəyirəm ki, görüm dünyada yəni nə var, nə yox. Yəni buradan mı ibarətdir? Bu zaman iri bir balıq onların evinə yaxınlaşdı. Qonşu, uşaqla nəyin üstündə belə höcətləşirsən? Qonşu dediyi qara balığın anasıdır. Onu qonşu deyə müraciət etdiyi qara balığın anasıdır. Və iri balıq idi. O deyir ki, siz nəyin üstündə deyir, belə höcətləşirsiniz? Deyəsən bu gün gəzmə fikriniz yoxdur. Yəni bunların hər günlük məşğuliyyəti nə idi? Gəzmə idi. Və deyir, görünür sizin bu gün gəzmə fikriniz yoxdur. Ana balıq qonşunun səsini eşidib cavab verdi. Gör zəmanə necə dəyişib, uşaqlar öz analarına cib-cib öyrətməyə başlayıblar. Qonşu balıq deyir, necə məgər, deyə qonşu iri balıq soruşdu. Gör bu cırtdan haralara getmək istəyir. Hey deyir ki, istəyirəm gedim görüm dünyada nələr olur. Bax bu qonşu yaxınlaşır bunlara, soruşur ki, siz nəyə görə höcətləşirsiniz? Yəqin ki, bugün gəzmək istəmirsiniz. Ana da deyir ki, sən görmürsən, deyir, dünya dəyişibdir. Deyir ki, dünənki uşaqlar indi öz analarına cib-cib örgədirlər və öz övladının, belə deyək, qara balığın istəyini qonşuya bildirir. Və iri balıq deyir, balaca, de görüm sən nə vaxtdan belə filosof və alim olmusan ki, bizim xəbərimiz yoxdur. Bax, bir filosof söhbəti var ha. Filosof söhbəti bir də hansı əsərdə var idi. Deməli, ötən ilin son gecəsində orada Qəzənfər deyir ki, mən filosof deyiləm. Belə bir ifadə deyir, özü radioda səs yazısında. Kasetdə onun səsində deyirdi. Aha, deyir ki, de görüm sən nə vaxtdan belə filosof və alim olmusan ki, bizim xəbərimiz yoxdur. Balaca balıq dedi, hər gün təkrar olunan cansıxıcı gəzintilərdən cana doymuşam. Belə yorucu həyatı davam etdirmək istəmirəm. İstəmirəm ki, bir də gözümü açanda sizin kimi qocalmışam. Aha, istəmirəm ki, bir də gözümü açanda görüm sizin kimi qocalmışam. Özü də göz qulaqları bağlı balıqlar kimi qalmışam. Yəni deyir ki, mən sizin yaşadığınız kimi bir həyatı istəmirəm. Siz sadəcə deyir buraları görmüsünüz, buralarla kifayətlənmişsiniz, mən istəmirəm. Yəni mən sizin kimi heç nə görmədən, bilmədən qocalmaq istəmirəm deyirdi. Qonşu balıq, vay, gör bu nələr danışır. Ana balıq dilləndi. Heç düşünməmişdim ki, bircə uşağım ola, o da belə çıxa. Yəni deyir, mənim sadəcə bir yeganə övladım budur, bu da belə çıxdı mənə. Bilmirəm balamın qulağını kim doldurub. Ana burada deməli şübhələnir. Nələrdənsə, kimlərdənsə, yəni övladını kimlərinsə öyrədə biləcəyini düşünür. Bala balıq deyir, heç kim mənim qulağımı doldurmayıb. Anlamaq üçün mənim özümün ağlım, görmək üçün də gözüm var. Deyir ki, məni kimə öyrədə bilər? Yəni mən özüm başa düşmək üçün gözüm də var. Yəni daha doğrusu ağlım da var, görmək üçün də gözüm var. Qonşu balıq balaca balığın anasına dedi, bacı, o puç-puç danışan ilbiz yadındadırmı?
Aha, görün burada, deməli ana şübhələnir ki, bunun belə deyək, balasını qulağını kimsə doldura bilər. Lakin qara balıq deyir ki, məni kimsə öyrətməyinə ehtiyac yoxdur. Mənim özümün ağlım da var, görmək üçün gözüm də var. Qonşu balıq nə deyir? Balaca balığın anasına deyir ki, İlbiz yadındadırmı? Aha, İlbiz obrazını gördünüz burada. Deməli, Qurd və İlbiz təmsilində də İlbizi görürdük. Burada da İlbiz var. Ortaq cəhət kimi götürə bilərik ki, hər kəslərdə İlbiz var. Baxaq, deyir ki, yaxşı yadıma saldın, unutmamışam. Tez-tez uşağımın yanına gələrdi, görüm onu görbəcər olsun. Balaca balıq dedi, bəsdir ana, o mənim dostum idi. Balıqla İlbizin dostluğunu eşitməmişdik. Bunu da eşitdik. Baxın, burada deməli, İlbizdən şübhələnən kimdir? Qonşu balıqdır. Yəni, ana şübhələnibdir, düzdür, kimdənsə şübhələnibdir, amma o ad çəkmir. Sadəcə burada İlbizdən şübhələnən və bunu ananın yadına salan qonşu balıq olur. Aha, o da deyir ki, yaxşı yadıma saldın, deyir, onu görüm görbagör olsun. Balıq da deyir ki, niyə belə deyirsən, o mənim dostum idi. Yəni, burada dostum idi deyirsə, deməli, görünür bu İlbiz artıq yoxdur, ölübdür. Ana, burada da baxın, deyir ki, ana, balıqla İlbizin dostluğunu eşitməmişdik, bunu da eşitdik. Balıq deyir, mən də balıqlarla İlbizin düşmənçiliyini eşitməmişdim. Ana deyir ki, mən deyir, balıqla İlbizin dostluğunu eşitməmişəm. Bu da deyir ki, mən də balada qaydavan aya cavab verir ki, mən də balıqlarla İlbizin düşmənçiliyini eşitməmişəm. Ancaq deyir, siz o biçarənin başını yediniz. Biçarə deyə nəzərdə tutduğu kim idi? İlbiz idi və onu biçarə adlandırır İlbiz. Daha doğrusu İlbizi biçarə adlandırır qara balıq. Qonşu dilləndi. Bu keçmişin söhbətidir. Yəni bu indinin danışığı deyil, bu keçmişin danışığı, daha doğrusu məsələsidir. Deməli, balaca qara balıq nə deyir? Deyir, keçmişi siz özünüz yada saldınız. Aha, yəni burada qonşu balıq həm İlbizi yada salır, həm də deyir ki, yəni bu keçmişin məsələsidir, söhbətidir. O deyir ki, mən yada salmamışam ki, yəni siz yada salmısınız burada. Anası dedi, elə ölməli idi. Məgər oturub durub danışdıqları yadından çıxıb. Anası nə deyir? Deyir, ölməli idi o. Yəni İlbizin ölməli olduğunu biz kimin dilindən eşidirik? Ananın dilindən eşidirik. Deyir, elə ölməli idi. Məgər deyir, oturub durub danışanda danışdıqları yadınızdan çıxıbdı. Aha, burada qara balıq deyir, onda məni də öldürün. Deməli, özünün öldürülməsini istəyən kim idi? Baxaq, qara balıq idi, qara balıq. Aha, balaca qara balıq. Hər dəfə demirəm bu balaca sözünü. Yəni, qara balıq deyəndə bilin ki, artıq balaca qara balığı nəzərdə tuturam. Aha, deyir, onda məni də öldürün. Çünki mən də onun dediklərini deyirəm deyə balaca balıq gileylənməyə başlayır. Axır ki, nə başınıza ağırdım. Səsküyün sədası başqa balıqları da oraya çəkib gətirdi. Səsküy dediyi bu ana-balanın dialoqu idi ki, ən birinci ana-balanın dialoqu ilə başlamışdı və birinci qonşu gəlir. Daha sonra isə, belə deyək, bunların danışıqlarına başqaları da gəlir. Balaca balığın sözləri hamısını əsəbləşdirmişdi. Baxın, hamısı əsəbləşibdi bu balığın sözlərinə. Qoca balıqlar bir-bir söhbətə qarışıb balaca balığa acıqlandılar. Bilirsiniz, burada balaca qara balıq əslində ayıqdır, ayıq başdır. O ətrafı görə bilir, görünür onun İlbizlə danışığı. Yəni biz bu söhbətin gedişatından belə başa düşürük ki, İlbiz də, yəni belə deyək, balaca balığın aktivləşməsində, həyatı dərk etməsində ona yardımcı olmuşdur. Yəni gedişat söhbət əsasında bunu belə nəticəyə gəlirik. Yəni qoca balıqlar bunları başa düşə bilməyəcəklər. Çünki onlar sadəcə dünyanın bu kiçik arxdan ibarət olduğunu qəbul edir, sakit şəraitdə yaşamağa alışmışdılar. Yəni onlara maraqlı deyildi. Okean var, başqa çay var, göl var, dəniz var. Onlar bununla maraqlanmırdılar. Balaca balıq çıxıb görmək istəyirdi. Bu olduğu yerlə məhdudlaşmaq istəmirdi o. Ona görə də qoca balıqlar ona hamısı gəlib neynir, əsəbləşirlər. Qoca balıqlar bir-bir söhbətə qarışıb balaca balığa acıqlandılar. Balıqlar yerbəyerdən çığırdılar. Başqa dünya yoxdur. Dünya ilə gördüyüm bu dünyadan ibarətdir. Qayıt. Qara balıq getmək istəyir. Onlar deyir ki, qayıt. Ana balıq doluxsunaraq dilləndi. Ana balıq burada pis olubdur, doluxsunubdur və deyir ki, mənə rəhmin gəlsin, bala, getmə, getmə. Aha, balaca balıq onun dediklərini etina etmədən uzaqlaşdı. Etina, yəni dediklərini dinləmir, çıxır gedir. Dostlarından ayrılarkən bircə kəlmə bunu deyir. Görüşənə qədər dostlar, məni unutmayın. Dostlar, bircə dənə qara balıq gedəndə kimlə vidalaşır? Sadəcə və sadəcə dostları ilə vidalaşır.
Onlar da deyir, heç unudarıqmı? Sən bizi qəflət yuxusundan oyatdın. Qəflət yuxusu, yəni ki, savadsızlıqdan, ətalətdən, belə deyək, geridə qalmışlıqdan, yəni deyir biz yatmışdıq. Qəflət yuxusu, qəflət qafillik, xəbərsizlikdir. Deyir ki, sən bizi qəflət yuxusundan oyatdın. Bizə elə şeylər öyrətdin ki, heç yuxumuza da girməzdi. Görüşənə qədər ağıllı və cəsur dost. Deməli, dostları onu nə cür adlandırır? Ağıllı və cəsur adlandırır. Balaca balıq aşağı sürüşüb, suyu arxa nisbətən çox olan gölməçəyə düşdü. Sürüşür haraya düşür? Gölməçəyə. Əvvəlcə özünü itirir. Qorxurmu ən birinci? Bəli, qorxur. Çünki niyə? Qara balığın görmədiyi bir şey idi bu. Yəni o gölməçəyə düşmüşdü. Həmişə olduğu bir yerdən, yəni arxdan gölməçəyə düşmüşdü. Özünü itirir. Ona görə də sonra üzməyə və gölməçədə dolanmağa başlayır. Balaca balıq bu vaxtda bu qədər suyun bir yerə yığıldığını görməmişdi. İlk dəfə idi görür. Suda minlərlə çömçə quyruq gəzişirdi. Çömçə quyruq nədir? Bir dəqiqə baxın burada bu çömçə quyruğa. Bir dəqiqə. Çömçə quyruq qurbağadır. Lakin belə deyək, tam qurbağa formasını almamış qurbağadır da, yəni balaca balığı görən kimi onu məsxərəyə qoydu. Balaca balığa kim sataşır ən birinci? Qara balığa çömçə quyruq və məsxərəyə qoyur. Yəni sataşır, söz atmağa başlayır. Bir bunun təhər tövrünə bax. Sən nə məxluqsan? Balaca balıq ani olaraq fikirləşib, xahiş edirəm, təhqir etməyin dedi. Mənim adım balaca qara balıqdır. Siz də adınızı deyin, tanış olaq. Qara balıq özü barəsində, yəni özünün balaca qara balıq olmasını kimə təqdim eləyir? Çömçə quyruğa. Çünki onu məsxərəyə o qoymuşdu. Bu da deyir ki, xahiş edirəm, təhqir eləməyin. Bu zaman adını deyir. Biz bir-birimizi çömçə quyruq deyə çağırırıq. Bunu çömçə quyruq deyir. Balaca balıq soruşdu. Siz ki gölməçədən qırağa çıxa bilmirsiniz, dünyanı gəzib dolanmaqdan necə dəm vura bilərsiniz? Bunu qara balıq ondan soruşur. Çömçə quyruqlar təəccübləndilər və bunlar məhəttəl qalırlar. Məgər gölməçədən başqa da özgə dünya var? Bunu deyən kimlər idi? Çömçə quyruqlar idi. Və deyirlər ki, məgər buradan başqa da bir dünya varmı? O deyir ki, qara balıq, bəs necə? Özünüz fikirləşin. Görün yaşadığınız su haradan axıb gəlir və sudan kənarda nələr var? Bunu kim deyir? Qara balıq bunlara deyir. Yəni bir növ bunları da ayıltmağa başlayır. Sudan qıraqda da yer olar. Biz indiyə qədər sudan başqa heç yer görməmişik. Sən dəli olubsan, nədir? Qara balığı da gülmək tutur. Bax, bunların sözünə bu da gülməyə başlayır. Fikirləşir ki, çömçə quyruqları başa salmadan çıxıb getsin. Öz-özünə bir anlıq düşünür ki, mən bunları neynirəm başa salıb? Çıxım gedim. Lakin sonra belə qərara gəldi ki, onların anaları ilə bir-iki kəlmə danışsın. Ananız haradadır? Yəni, baxın, burada qara balıq birbaşda çıxıb gedə bilərdi. Lakin o getmir. Əslində düzdür, bu qərara gəlir. Fikirləşir ki, bunları başa salmadan çıxsın, getsin. Lakin sonra qərarını dəyişir. Və deyir ki, heç olmasa bunların anası ilə bir-iki kəlmə danışım. Və bunlara nə deyir? Deyir ki, ananız haradadır? Bu zaman qurbağanın gür səsi onu diksindirdi. Qurbağa gölməçənin qırağında iri daşın üstündə oturmuşdu. Və ananız harada deyəndə onun səsi gəlir, ananın səsi gəlir. Deməli, ana qurbağa harada oturmuşdu?